Allah Teala'ya hem senalar, təriflərlə başlayırıq. Biz Rəbbimizi haqqıyla, lazımınca, layiqincə tərifləyə bilmərik. Allah Teala öz-özünü təriflədiyi kimidir. İnşallah artıq bu günlər, yəni həcc günləri yaxınlaşdı. Sabahdan tərbiyə günüdür. 8-ci gün və sünnədə gələn odur ki, dua vaxtı buradan çıxmaq və 8-ci günü Minada 5 namaz qılınır. Namazlar qısa qılınır, qısaldılır, amma hər namaz öz vaxtında qılınır. Zöhr qılınır, əsr, məğrib, işa və birdən təcir namazı Minada qılınır. Və sonra 9-cu gün gəlir. Artıq təcir namazı qılındıqdan sonra 9-cu gün gəlir. 9-cu gün Arafa günüdür. Və həmçinin elə dua vaxtı da oradan Arafaya gedirik. Və Arafada isə namazlar cəm olunur. Arafada namazlar cəm olunur. Zöhrlə əsr. Və bunun da hikməti odur ki, ondan sonra ibadətə, duaya ayrılmaq üçün. Zöhrdən, yəni zöhrə görə yaxşı olar ki, yerə ki, sən istifadə edib faydalansın, necə? İstirahat eləsin. Zöhrə görə istirahat eləsin və zöhrdən sonra inşallah dua başlayıb. Və məğribə qədər. Məğribə qədər insan çalışmalı dua etsin. Çünki müddət olaraq böyük müddət deyil. Müddət azdır və Peyğəmbər sallallahu aleyhi və səlləm dəvənin üzərində zöhrdən məğribə qədər dua edilir. Və məğrib olduğu zaman gün batan kimi namaz qılmadan Müzdəlifəyə gedirik. Müzdəlifəyə və Müzdəlifədə isə namazlar cəm olur. Məğriblə işə namazı qılınır və bundan sonra bütün namazın qılınmasında ixtilaf yaranır. Peyğəmbər sallallahu aleyhi və səlləm qılıb yoxsa qılmayıb. Ona görə ora çatan kimi yəni ilk əməl namazların birləşdirilə qılınması və dərhal yatmaq. Dərhal yatmaq ki, növbəti günü əsas əməllər 10-cu gündür. Növbəti gün 10-cu, yəni bayram günüdür. Əsas əməllər o günüdür. Orada gəlir daş atma və daş atmanın vaxtı başlayır gün doğandan. Gün doğandan başlayır. Və Müzdəlifədə də sübh namazı qılınır. Sübh namazından sonra yenə dua olunur və gün doğmağa yaxın, gün doğmamış qaydaya görə, sünniyə görə Minaya gedirik daş atmağa. Bayram günü ancaq birisinə daş atırıq. Amma digər günlər isə üçünə də balaca, orta, böyüyə atılır. Və daş atılır və sonuncu daş atılan kimi təlbiyə qurtarır. Təlbiyə qurtarır və başlayır təkbirlər. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber, və lillahil hamd. Və bu da davam edir, təşrik günlərinin axırına davam edir. Və daş atandan sonra birinci təhəllül hasıl olur. Yəni, artıq ihramdan çıxmaq mümkün. Ondan sonra artıq ətirlənmək də olar, qazanqlar tutmaq da olar. Və ondan sonra tərtibata görə qurban kəsilir. Yəni, sünnədəndir ki, insanın özünə qurban kəsməsi əllə. Elə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz əli ilə kəsmişdir, bunu üfdəvəni. Ahmur üfdəvəni öz əli ilə kəsmişdir.
Yerdə qalanları isə Əli radiyallahu anh kəsmişdi. 100 dərə kəsib. Və ondan sonra gəlir baş qırpma və 4-cü əməl isə tavam və səy. Və sonra da yenə ondan sonra qayıdırıq Minaya. Digər günlər 11, 12, 12-ci günlər isə Minada olur. Və tərtibata görə ranhat olmalı. Ranhat, yəni yadda qalsın deyə tərtibat. Ranhat, yəni ram, açatma, nun, nəhr, qurban kəsmək, hə, halq, baş qırpma, ba, nədir? Tavaf. Ba, tavaf. Tavaf da, yəni ziyarət tavaf, bayram tavafı verir də, ondan sonra səydə olunur. Və bizim dildə isə, bizim və çevirsə yadda qalması üçün daş atmaq, sonra baş, yəni qurban başı, qurban kəsmək, bir də tıraş. Baş, daş, baş, tıraş. Tavaf da aydın, olmasa tavaf da. Amma birdən yerlər dəyişərsə, yenə keçərlidir. Yerlər dəyişərsə keçərlidir. Çünki olur ki, sahabilər gəlib, bunu etməzlər, bunu elədir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, if'al və lə harac. Yəni, et problem deyil. İndi bəziləri bundan götürərək deyir ki, insan bilə-bilə yerləri dəyişə bilər. Buna dəlalət etmir hədis. Hədis ona dəlalət edir ki, əgər insan bilmədən edibsə, harac yoxdur, yəni sıxıntı yoxdur. Yəni, insan çalışmalı, tərtibata fikir versin. Yəni, burada, məsələn, ümrədə tavaf səydən sonra baş qırxılır, yadda saxlamalar. Burada isə tavafdan əvvəl qırxılır baş. Tavafdan baş qırxman, tavafdan əvvəldir. Və qırxmaq da daha əfsəldir qısaltmaqdan. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm 3 dəfə dua edir. Rahimallah mühəlləqin, rahimallah mühəlləqin 3 dəfə başı saçı qırxanlara, 4-cü isə müqassiri, qısaldanlara. Qısaltmaq deyildiyi zaman hər tərəfdə, yəni bəlkə də görə biləcək insanlar var, 2 dənə tük götürür, bu sayılır. Başına hər tərəfinə belə, tamam, yəni hamavar şəkildə olmalıdır. Və ondan sonra artıq əməllər yüngülləşir. 11, 12, 13-cü günlər daş atılır, amma o günlərdə başlayır, nə vaxt daş atma zöhrdən sonra. Yəni, bunlar insan ona görə bu əməllərdə elm üzərində olmalıdır ki, sonra çaşmasın. Bəzilər var, bəzi məzhəblərdə yenə səhərdən gedirlər. Amma səhih deyil, doğru deyil. Niyə doğru deyil? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm cəmarata gedib namaz vaxtı çatmazdan əvvəl, namaz vaxtının girməsini gözləyib sonra atır. Əgər bu icazələr olsaydı, əvvəl atardı. Və gözləyib, ama artıq zavaldan sonra, yəni günəş cənnəti keçdikdən sonra atılır. Ona görə birinci atılır balacaya və əsas orada, o təndirə düşməsi daşların təndirə düşməsidir. Amma belə sünnə yolunu, birinci gəlir belə bu baş tərəfdən atılması daha uyğundur. Gəlirsən daş birinci balaca necədir? Gəlirsən buradan. Əgər orada çətinlik varsa bu tərəfdən atırsan, sağ tərəfdən. Amma ikincisində sol tərəfdən atırsan. İkincisində, deməli, burada atırsan, keçirsən sağa, sağda dua olur. Uzun-uzaq dua olur. Hətta gəlir ki, Peyğəmbər s.ə.v, yəni Bəqərə surəsi oxunan qədər dua edir. Sonra həmçinin ikinciyə atılır, ikinciyə sol tərəfdən atılır. Ondan sonra da qabağa keçir, yəni qiblə yönələrək dua olunur, yəni o qədər uzun dua olunur. Və üçüncüdə də yenə sol tərəfdən atılır. Və burada əsas çox vaxt qeyd edilir əvvəllər, üçüncüdə sol tərəf niyə? Çünki üçüncüdə sütun var idi o vaxtı, hadisa 99-2000-ci illərdə sütun var, onun təndir belə idi.
Təndir belə. Ona görə mütləq bu tərəfdən atılmalıdır. Çünki bu tərəfdə təndir yox idi, o dairə yox idi. Amma indi isə hər tərəfdə o dairə ediblər, rahat olsun deyə. İzdiham varlar. Çox. Və 12-ci gündə çıxmaq olur. Yoxsa işi varsa. Amma gərək 12-ci günü Daşaxandan sonra məğribə qədər çıxsın. Məğribə qədər çıxsın. Amma çıxmasa, məğrib oldusa, ona artıq vacib olur ki, 13-cü günə qalsın. Amma bir problem yoxdursa, zəruri bir iş yoxdursa, onun əlbəttə ki, 13-cü günə qalması yaxşıdır. Çünki hər daş atılanda böyük günahlardan biri silinir. Hər daş atılanda benim kimin günahları yoxdursa gedə bilər. Hər daş atılanda bir rəvayətdə gəlir, böyük günahlardan birini silinir. Başqa rəvayətdə gəlir ki, onun üçün qiyamət günü bir nur olacaq. Başqa rəvayətdə isə gəlir ki, mədxurun lək, yəni onun mükafatı sənin üçün saxlanılır. Saxlanılır deyirsə, demək, orada böyük mükafat var. O daş atmanın böyük mükafatı var. Qısaca olaraq, yəni bunlar aydınlıqdan bu əməllər. Yəni, burada bir kəndə şey yoxdur. Bak hardan yiyor, binadan yapsın Müzdəlifə. Fərq yox, Müzdəlifədən də olur, binadan da olur. Belə bəzilər, yəni düşür ancaq Müzdəlifədən elə bir şey yoxdur da. Müzdəlifədən ya, binadan. Amma o ki qaldı, yəni bunlar, yəni ümumi nəzəri olaraq bunlar çətin bir şey deyil. Amma yenə bilmək lazımdır ki, burada əsas olan qəlb əməlləridir. Əsas olan nədir? Qəlb əməllərini doğrultmaqdır. Yəni, insan niyyət etməlidir ki, məqsəd qoymalıdır ki, qarşısına yəni, mən bu həcci edəndən sonra dəyişilməliyəm. Və dəyişilməsi üçün də yaxşı yerinə yetirməlidir. Həcci tələb olunan formada, sünnədə gələn formada, mənaları anlayaraq, yəni Allahı təzim edərək, o sözləri dediyi zaman ayıq qəlblə deməlidir. Və həmçinin çalışmalıdır ki, onun həccinə xələl gətirən hər bir şeydən uzaq olmalıdırsan. Ona görə sənədlərdən gəlir ki, elə bil ki, onlardan biri ehrama girdiyi zaman kar ilanı. Kar ilan, heç nə işləyir. Yəni, artıq o dərəcədə əməli doğrultmağa çalışırlar. Ona görə insan nəfsinə xatırlasın ki, bu günlər bir neçə gündür, bəlli günlərdir. Bu günləri yaxşı keçirməyə çalışmaq və bağışlanmaq üçün və məbrur həcc üçün çalışmaq. Əgər belə çalışarsa, inşallah Allah Teala tərəfindən yardım gələr. Və xüsusən də başlamazdan əvvəl, girməzdən əvvəl insan tövbə ilə girməsi. Bütün bildiyi və bilmədiyi günahlara tövbə edilməsi. Çünki günahlar insana mane olur. Günahlar insanla o xeyir arasında bir maniyədir. Və ona görə bu əmələ girməzdən əvvəl bütün günahlara bildiyi və bilmədiyi. Çünki İbn Qayyim rahimehullah buyurur ki, bizim bilmədiyimiz günahlar bildiyimizdən daha çoxdur. Unutduğumuz günahlar xatırladığımızdan daha çoxdur. Və xatırladığım və xatırlamadığım günahları bağışla deyərək, tövbə edərək insanın bu əmələ girməsi, çünki tövbə edərək girməsi daha yaxşı əməllər, yəni daha yaxşı formada müvəffəq olmasına səbəb olur. Çünki bu günahlar deyildiyi zaman insanlar ancaq haramları düşünür. Günah deyəndə insan özünü bir günahlı olduğunu düşünmür. Niyə? Çünki günahlar məfhumu onda fərqlidir. Elə bilir ki, günah ancaq adam öldürmək, içki içmək, oğurluq etmək, zina etmək, faiz yemək. Bunlar məndə yoxdur ki, məndə günahım var. Amma bilmir ki, günahlar tək o deyil. Günahlar vaciblərin tərk olunması da günahdır. Vaciblərin tərk olunması, haqların pozulması,
haqlar, hansı ki valideyn haqqı var, ailənin haqqı var, digər insanın üzərində haqlar varsa, haqların zayi edilməsi deməli günahlardır. Və insan onu bilmir. Bilmədiyinə görə haqları pozur və tövbə eləmir. Ona görə İbn Teymiyyə rahimehullah buyurur ki, "Avvalü tövbəti el-ilmu." Tövbənin əvvəli elmdir. Tövbənin əvvəli nədir? Elm nədir? Bilməkdir. İnsan, yəni günahkar olduğunu, günahların da çox olduğunu bilməlidir. Əgər bir insan özünün xəstə olduğunu bilməsə, həkimə gedərmi? Müalicə alar mı? Yox. Deməli, birinci, insanın üzərində onu bilməsidir, xəstə olduğunu bilməsidir. Və həmçinin insan özünün müqəssirliyini və günahkar olduğunu bilməsidir. Və nə qədər günahların çox olduğunu bilərsə, bir o qədər insan tövbəni çox edir. Ona görə İbn Teymiyyə rahimehullah buyurur ki, üzərimizdə davamlı istiğfar düşür. Davamlı olaraq istiğfar etməliyik. Hələ insan davamlı olaraq etsə yenə az. Niyə? Çünki bir tərəfdən Allah Teala'nın bəxş etdiyi nemətlər düzgün qarşılanmır. Nemətlərin hər birini və yaxud da çoxusunu nankörlüklə, asiliklə qarşılayır. Nəyə ehtiyacı var? Tövbəyə ehtiyacı var. Və bir də digər etdiyimiz, özü özlüyündə etdiyimiz günahlar. Və hər an insanın bir tövbəyə, istiğfara ehtiyacı var. Hatta Peyğəmbər sallallahu aleyhi və səlləmlə gəlib ki, 100 dəfə, bəzi rivayətlərdə 70 dəfə istiğfar edərdi. İbn Teymiyyə rahimehullah buyurur ki, və burada keçən 70 və yaxud da 100 müəyyən sayı bildirmir, çoxluğu bildirir. Hatta Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnəhu leyuganu alə qalbi və inni ləstəğfirullaha mi'ətə marra. Mənim bir qəlbimə yüngül bulut kimi bir kölgə gəldi, yüngül. Amma mən 100 dəfə istiğfar edirəm. Və Allah Resulü sallallahu aleyhi və səlləm keçmiş və gələcək günahları bağışlandığı halda bu cür tövbə edirsə, bizim nə qədər tövbəyə, istiğfara yəni ehtiyacımız var. Ona görə insan davamlı istiğfara ehtiyacı var. Bizim davamlı, çünki təpədən dırnağa qədər günahlar var. İnsan bunu bilməlidir. Və bir də ki, tövbəni tezləşdirməlidir insan. İbn Qayyim rahimehullah buyurur ki, "El-mübadəratu ilə-təvbəti ba'dəl-ma'siyyəti fardun aləl-fövq." İnsanın günahdan sonra tövbəyə tələsməsi dərhal fərzdir. Günahdan sonra tövbəyə tələsməsi nədir? Dərhal, insan dərhal tövbə etməlidir. Nə vaxt insan tövbəni gecikdirərsə, gecikdirməsi ilə Allaha asi olmuş olur, onun özünün başqa tövbəyə ehtiyacı var. Məsələn, insan səhər günah edib, səhər günah edib. Axşam tövbə edib həmən günahı. Elə bilir ki, artıq məsələ qurtarır, yox. O gecikdirməsi, səhərdən axşama qədər tövbəni gecikdirməsi özü özlüyündə bir asilik sayılır. Onun özünün əlavə tövbəyə ehtiyacı var. Bunu, hətta İbn Qayyim rahimehullah özü deyir, bu da deyir, bunun bir çox insanların ağlına gəlmədiyi bir məsələdir. Gəlir, gəlmir. Bəli, budur məsələ. Ona görə belə şeylər toplanır. Sonra da insan özündə istədiyi problem var. Namazın namaz deyil və yaxud da qəlbində problem var, sıxıntılar var. Yəni, əvvəlki ləzzəti hiss eləmirəm. Niyə? Çünki yüklənir. Yəni, günahlar bir-bir çoxaldıqca qəlbi bürüyür. Necə ki, Allah Teala buyurur, "Kəllə bəlrənə alə qulubihim mə kənu yəksibun." Onların qazandığı günahlar onların qəlblərini qaplamışdır. Necə ki, o dənizdəki daşı mamır örtdüyü kimi günahlar örtür. Günahlar qəlbi örtəndən sonra artıq ona nə moizənin təsiri olur, nə Quranın təsiri olur, nə zikirlərin təsiri olur. Deməli, bizim etdiyimiz əməllərin, ləbbeykin, təkbirlərin, əməllərin təsirinin olması üçün birinci nə olmalı? Birinci bura təmizlənməli. Və bunun üçün istiğfar lazım. Davamlı istiğfar lazım. Ümumiyyətlə, insanlar, yəni günahlar baxımından bir neçə yerə bölünürlər. Sən elə insan var, günah edir, günahı özündən görür.
Günahı özündən görmür. Heç tövbə də etmir. Bunu qədərin üstünə atır. Qədərdir də. Bunu edən insan iblisə oxşamışdır. Günahı qədərin üstünə atan, qədəri bəhanə gətirən, günah etdiyi halda o insan iblisə oxşamışdır. Çünki iblis nə deyir? Allaha deyir ki, فَبِمَا أَغْوَيْتَنِي لَأُزَيِّنَنَّ لَهُمْ فِي الْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ Allaha deyir, sən məni azdırdığına görə. Mən yer üzərində olanları onlara gözəl göstərəcək, onların hamısını azdıracaq. Demək, özünün azmasını Allahın üstünə atır. Demək, kim ki günah edir, günahı qədərin üstünə atırsa, o iblisə oxşur. Və yaxud da müşriklərə oxşur. Necə ki, müşriklər haqqında Allah Teala buyurur ki, لَوْ شَاءَ اللّٰهُ مَا أَشْرَقْنَا وَلَا آبَاؤُنَا Əgər Allah istəsəydi, nə bizim atalarımız şərik qoşardı. Allah istəsəydi, nə bizim atalarımız şərik qoşardı. Demək, özlərinin şərik qoşmasını yenə qədərin üstünə atırlar. Amma ikinci növ insanlar vardır ki, günah edir və günahı özündən görür. Özündən görür. Amma tövbə edir. Üçüncü növ isə günah edir. Günahı özündən görür və tövbə edir. Yəni bu insan artıq günahı edir, günahı özündən görür. Yəni mən etmişəm günahı. Qədərin üstünə atır. Bu insan artıq üzərinə düşən vacib olanı yerinə yetirmiş sayılır. Və belə edən insan atası Adəmə oxşamışdır. Necə ki Allah Teala buyurur, Adəmlə Havva anamız dua edirlər ki, Rabbena zalemna anfusana ve illem təğfir lana ve terhamna lenekunenne minel khasirin. Ey Rəbbimiz, biz özümüzə zülm edənlərdən olduq. Əgər bizi bağışlamasan, bizə rəhm etməsən, biz ziyana uğrayanlardan olaq. Yəni bu qism artıq tövbə etməklə, günahı özündən görə tövbə etməklə vacib olanı yerinə yetirmiş olur. Amma dördüncü qism vardır ki, həm günahı özündən görür, tövbə də edir və bir də günaha düşməyin səbəbini də axtarır, hikməti də axtarır. Yəni, nəyə görə düşdün, hardan düşdün və ən üstünü bu dördüncüdür. Ona görə sələflərdən biri deyir ki, iflasa uğruyor, mən bilirəm ki, bu hardan gəldi. Mən bilirəm ki, bu hardan gəldi. Mən 40 il əvvəl birisinə demişdim, ey müflis. Ey müflis demişdim. Yəni, çünki onlar baxırdılar, yəni hardan gəldi. Hətta günaha düşməsinin səbəbini də axtarırdılar. Və buna görə də, yəni insan özündə olan, yəni günahları xatırlamalı və düzgün şəkildə tövbə etməli və peşman olmalı. Çünki peşmançılıq tövbənin özəyi sayılır. Necə ki, məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, Əl-Həccü Arafa. Həcc Arafa. Həcc tək Arafadan ibarət deyil ki. Mina var, Müzdəlifə var, daşatma var, digər əməllər var da. Amma həccin əsas özəyi nədir? Arafadır. Və həmçinin burada da tövbənin digər şərtləri var. Amma buyurur ki, ən-nədəmu tövbə. Peşmançılığın özü tövbədir. Və buna görə insan peşman olması. Peşmançılığın şiddəti nə qədər böyük olarsa, deməli, bir o qədər də günahın izinin silinməsinə səbəb olur. Necə ki, İbn Teymiyyə rahimehullah deyir, bəzən insan tövbə edir, amma tövbəsi günahı silmir. Tövbə edir, onu etdiyi tövbə günahı silmir. Bəzən insan tövbə edir, onu etdiyi tövbə günahı silir. Amma günahdan əvvəlki imanına qayıda bilir. Bəzən də insan elə tövbə edir, həm günahı silir,
həm də günahdan əvvəlki imanından daha güclü imana qayıdır. Və bu nədən asılıdır? Deməli, tövbədə olan ixlasdan asılıdır. Tövbədə olan peşmançılıqdan asılıdır. Yəni, nə qədər insan o peşmançılıq hissləri keçirərsə, ağlayarsa, Rəbbinin qarşısında başı aşağı olarsa və etdiyi günahı unutmazsa və bir o qədər də o tövbə təsirli olur. Demək, hər tövbə olmur. Ona görə sələflər deyərdilər ki, hətta bizim tövbəmizin və yaxud istiğfarımızın özünün başqa bir tövbəyə ehtiyacı var. Niyə? Yalancı olduğuna görə. İnsan buradan istiğfar edir, əstəğfirullah deyir, yenə qeybətə davam edir. Əstəğfirullah deyir, harama baxır. Bu, əgər belə istiğfarın bir faydası olmur, belə istiğfarın özünün istiğfarında yalancı olduğuna görə onun başqa bir istiğfara, başqa bir tövbəyə ehtiyacı var. Ona görə bax, bu məsələləri daha dəqiqliklə bilməliyik ki, bu əmələ girməzdən əvvəl insan bütün günahlarına tövbə edərək, yəni girsin ki, sonra etdiyi əməllərdən, dediyi zikirlərdən, oxuduğundan daha yaxşı faydalana bilsin. Ona görə burada ən əsas olan, o bayaq qeyd olunan əməlləri hər bir insan edir. Hər bir insan edir. Amma edənlə edən arasında fərq var. Necə ki, İbn-i Qayyim Rahimullah buyurur ki, iki adam eyni namazı qılır, eyni müddət çəkir, eyni səcdə, eyni rükû, amma aralarında isə göy ilə yer qədər fərq vardır. Bəli, fərq hardadır? İnsanın qəlbində olanı görə. Ona görə insan bu mənaları düşünərək və özünü Rəbbinin huzurunda hiss edərək əməl etməsi, addım atması və aşdığı hədləri xatırlaması və nə qədər günahlarda davam etməsini xatırlaması. Yəni, xatırladıqca daha çox, yəni Rəbbinin qarşısında zəlil olmasına səbəb olur. Və zəlil olduqca insan ucalır. Yəni, insanı Rəbbinin qarşısında ucaldan onun zəlilliyidir. Ona görə bunlar olduqca mühümdür və xüsusən də Arafa günündə buna daha çox diqqət yetirmək və bu mənaları düşünmək və yaxşı istifadə etməyə çalışmaq. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm keçmiş və gələcək günahları bağışlandığı halda dua edər. Hətta dəvənin üzərində dua edir və yüyəni düşdüyü halda bir əli ilə götürür, amma yenə o bir əli bu formada qalır, göydə qalır. Yəni, artıq necə duaya yönəldiyinə dəlalət edir. Ola bilər, insanın yollarsa başqa ibadət etməsi və yaxud da zikirləri, hansı ki, Arafa günü ən çox edilən zikirlərdən, ən əmsəl zikirlərdən La iləhə illallah vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd və huvə alə kulli şeyin qadir. Yəni, bunu da çoxalda bilər. Yəni, əsas olan odur ki, bu günləri insanın bu anları, elə bir ki, dünyanın ən üstün anı sayılır. Yəni, təsəvvür edin ki, Allah Teala o günü yaxınlaşır və qulları ilə, mələklərlə öyünür və deyir ki, Ətəvni şü'fən qubra. Onlar saçı dağınıb, üstləri tozlu halda gəliblər. Mə aradə həulə, yəni onlar nə istəyirlər? Allah Teala o qulları ilə öyünür. Yəni, bu da bir növ dəlalət edir ki, insanın o halı, o görkəmi, o zəlil görkəmi Allah qatında ucalmasına və qabul olmasına dəlalət. Çünki bu görkəm insanın əməllərinin, dualarının qabul olma ədəblərindən sayılır. Ona görə Ömər radiyallahu anh Məkkə əhli üçün deyərdi ki, Məkkə əhli buradadır. Onlar 8-ci günü ətirlənib çıxırlar. Bir cəmaat uzaqdan gəlir, toz basmış halda, tozlu halda, saçı dağının halda. Siz isə buradan bura yağlanıb çıxırsınız, o ətir yağlardan, ətirlə çıxırsınız. Ona görə onlara elə Zilhiccənin birindən başlamağı buyurur ki, sizdə də bu hal yaransın. Ona görə İmam Əhməd Rahimullah deyiləndə ki, insan güzgüyə baxa bilərmi? Deyir ki, əgər üstünü təmizləmək məqsədi ilə baxırsa, yox. Elə belə baxmaq icazəlidir. Üstünü təmizləmək məqsədi ilə. Ona görə insan o, hətta ihramı tozlu olması, hətta müəyyən qədər çirkli olması bir növ yaxşı haldır. Yəni, nə qədər görkəm olaraq, yəni zəlil olursa və bir o qədər də duasının qabul olmasına səbəbdir.
Ona göre buna dikkat yetirmək. Ve həmçinin dualarda da dualar ederken insanın günahlarını hatırlaması ve Allah Teala'nın verdiği nimetleri hatırlaması. Ne kadar nimetler verilip, nimetlerin her biri nankörlükle karşılanır. Müsibetler verilip, imtihanlar gelip, bir insan yoklanması için müsibetleri səbirsizliklə qarşılanmış. Ne kadar nimetler nankörlüklə qarşılanır, müsibetler səbirsizliklə qarşılanır ve həmçinin günahlar, ne kadar günahlar etmişi Allah Teala yani günahları örtür. Yani Allah Teala'nın bizim günahlarımızın üstünü örtmesi özü bir rəhmətdir. Yani hiç kəs səni parmaqla göstərmir ki, filan kəs filan günahın sahibidir. Yani insan bunları hatırladıkça görür ki, Allah Teala Erhamur Rahimindir. Allah Teala büyük merhamet sahibidir. Yani Allah Teala bu kadar nimet verir, nimetlere karşı ne kadar mende asilik var, ne kadar günahlar var. Yani insan bunları hatırlamalı. Yani Allah Teala nece büyük, yani merhamet sahibidir. Ve ona göre bunlar hatırlayanda hem özünü nice zəlil görür ve aynı zamanda Rabbine yani ümidi de azalır. Ama ümumiyyətlə alimlerin, sələflərin daha doğrusu yanaşmaları fərqli olur. Yani bəziləri deyirlər ki, yani bu yer necə də gözəl yerdir. Bu yerde olan insanlar necə də yani fəzilətli, şərəfli bir qövmdür, insanlardır. Əgər mən bunların içərisində olmasaydım. Deməli, onları körləyən mənim olmağım. Yəni, özünü o qədər aşağı görür. Yəni, özünü o qədər aşağı görür. Amma bəziləri isə əksinə bu yerdə ümidi artırmağı məsləhət görürlər. Ola bilər, hər ikisi insan cəmd edə bilər. Amma ümumiyyətlə, məsələn, müminin halı haqqında gəlir ki, Allah Teala Quranda buyurur, وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ. Yəni, onlardan tələb olunanı yerinə yetirirlər və qəlbləri qorxu içərisində olur. Və bu ayə haqqında Ayşə anamız Peyğəmbər sallallahu aleyhi və səlləmə sual verir ki, ya Rasulullah, onlar nə üçün qorxarlar? Oğurluq etdiyinə görə, zina etdiyinə görə, içki içdiklərinə görə xeyr esiddiqin qızı. Onlar namaz qılar, oruç tutar və sədəqə verər və bununla yanaşı əməllərinin qəbul olunmamasından qorxarlar. Ona göre Hasan-ı Basri Rahimullah deyir ki, mümin iki şey cəm edir. Mümin insan iki şey cəm edir. El-ihsan ve bir de xov. İhsan nedir? İnsan, mümin insan ondan tələb olunan formada maksimum yaxşı əməli yerinə getirmeye çalışır ve eyni zamanda qorxur. Bu müminin halıdır. Amma münafik isə əksinə iki şey cəm edir. El-isa'atu vəl-am. İsa nədir? Elə əməlləri necə gəldi edir, yaxşı eləmir, pis yerinə getirir və sonra arxayın olur. Bu münafiqin halı. Ona göre müminin halı əməlləri gözəl şəkildə yerinə getirmək, tələb olunan formada və sonra yenə yəni qorxu içərisində olur. Ona göre insanın bu dünyada qorxması, narahat olması bir növ yaxşı haldır. Çünkü insan qorxduğu zaman qorxduğu şeyden uzaq gəzir, uzaq olur və salamat qalmasına səbəb olur. Necə ki, Muhammed Abdülvahhab Rahimullah Tövhid kitabında bölüm açır, fəsl açır, deyir ki, bəb əl-xovf minəşşirk, şirkdən qorxu, şirkdən qorxu babı, şirkdən qorxmaq. Sonra İbrahim Aleyhisselam, hansı ki yine İbrahim Aleyhisselam duasında geçir ki وَجْنُبْنِ وَبَنِيَّ نَعْبُدَ الْأَصْنَامِ Məni və zürriyyətimi bütlərə tapınmaqdan qorur. İbrahim Aleyhisselam, hansı ki İmam-ül Hünəfə, Həniflərin imamı adlanır, deyir ki, şirkdən qorxur. İbrahim Teymi Rahimullah deyir ki, وَمَنْ يَحْمَنُ الْبَلَى عَلَى نَفْسِ بَعْدَ İbrahim. İbrahim Peyğəmbərdən sonra kim özünə əmin ola bilər? Əgər Allahın Peyğəmbəri qorxurdusa, ondan sonra heç kəs əmin ola bilmir. Ona görə qorxmağın faydası nədir? İnsan qorxursa yaxın getmir. Qorxursa uzaqlaşır. Amma kim ki arxayın olur və arxayın olduğuna görə düşür. Problem elə o insanlarda olur. Deyir ki, əgər desək ki, problem deyil, mənim elmim var, imanım var, gedib baxım, görüm nə var, nə yox, elə o insanlar düşür. Fitnəyə yaxın gedənlər fitnəyə düşür, günaha yaxın gedənlər günaha düşür, şirkə yaxın gedənlər şirkə düşür. Və xüsusən də yenə bu həc ayələrində, Həc surəsində 12 ayə, həc haqqında 12 ayə geçir. Həc surəsində həclə bağlı 12 ayə geçir, onlardan 4'ü şirkdən çəkilir. Onlardan 4'ü, məsələ nədir? Məsələnin elə təhlükəli olmasını bildirir.
Ki insan deməsin ki, mən bilirəm, aydındır. Aydın ola bilər, amma insan bilmədən düşdüyü şirklər var. Qorxmalıdır, narahat olmalıdır. Allah Teala bir hünəfə lillah qeyra müşrikinə bir. Yəni Allaha yönələrək Allaha şərik qoşmadı. Və mən yüşrik billahi fəkəənnəmə xarra minəs-səmə. Kim Allaha şərik qoşarsa, elə bilir ki, göydən bir şey düşür, fətaqtaq buğday və yaxud da quşun qapdığı av təhvi bihir rihu bir məkan istəhi və yaxud da küləyin uzaq bir yerə atdığı şeyə bənzəyir. İnsana Allaha şərik qoşması. Ona görə günahlar içərisində ən əzəmətlisi insanın Allaha şərik qoşması. Allah da hər bir günahı bağışlayır. Allahın istəyi altında sizə bağışlayır, amma Allah Teala şirki bağışlamır. Niyə bağışlamır? Çünki şirk Allahın haqqıdır. Allahın haqqına toplanan bağışlamır. Və həmçinin başqa günahlar elədir ki, başqa günahlar insan nəfsinə qalib gələ bilmədən, nəfsinə uyduğundan edir. Məsələn, digər günahlar içki olsun, digər günahlar, haramlar olsun. Amma insanın Allaha şərik qoşması onun daxilində olan xəbislikdən xəbər verir. O belə təhlil, ona görə bağışlanmır. Şərik qoşan insan bağışlanmır. Və bununla yanaşı da gizli şirklər var. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, "Əş-şirku fi ümməti əxfə min dəbibin nəmli aləs-safar fi zulmətinləyl." Yəni ümmətimdə şirk qaranlıq gecədə qaya parçasının üzərində olan qarışqanın ayaq izlərindən daha gizlidir. O qədər gizlidir. Hətta orada bir hədisdə bir şey qeyd olunur ki, və bunun da ən aşağısı, şirkin ən aşağısı, insanın hər hansı bir zülmü sevməsi və yaxud da hər hansı bir adilliyi xoşlamaması, ədaləti xoşlamaması şirkə aid. İbn-i Rəcəb Rahimullah bu hədisin şərhində deyir ki, yəni insanın Allah'ın sevdiği bir şeyi xoşlamaması, Allah Teala'nın xoşladığı bir şey nəfsinə görə sevməməsi şirk. Belə baxanda nə qədər insan belə şirklərə çəkilir. Və həmçinin eyni zamanda riyanın özü şirkə aiddir və xüsusən də qeyd olundu ki, şəkil çəkdirmə şirkə səbəb ola bilər, insanın əməli zayi ola bilər. Allah Teala buyurur ki, وَلَا تُبْتِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى. Yəni siz verdiğiniz sədəqələri əziyyət verib başa daxmaqla batil etməyin. كَلَّذِي يُنْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ. Necə ki, malını insanlar görsün deyə verir. لَا يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ. Nə Allah'a inanır, nə qiyamət günündə. Deməli, biri var, sədəqə verdiği zaman sədəqəni Allah üçün verir. Verdiği zaman problem yoktur. Ama sonradan onu başa takması onu batıl edilir. Necə ki verdiği zaman o bəri başdan riyakar şəkildə verən insan kimi. Bunu isə elə bəri başdan batildir. O birisini isə sonradan batil edilir. Sonra Allah'tan misal çəkir. فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا. Niyə bənzəyir məsələ? Kəməfəl safvan. Safvan nədir? Qaya parçası. Aleyhi turab. Üzərində torpaq var. Bir qaya parçası, üzərində torpaq var. Sən də baxırsan, deyirsən ki, burada yaxşı belə kartofdan, pomidordan əkmək olar, yaxşı bikər burada. Fəasabəhu vəbilun fətərəkəhu saldən. Bol yağan yağış torpağı itirir. Görsən qaya parçası. Burada heç nə bitməz. Və həmçində deyir, sədəqə verir. Sonra sədəqəsini başa daxan və yaxud da onu verərkən, edərkən riyakarlıq edən insan düşünəcək qiyamət günü nəsə var, amma qiyamət günü gəldiyi zaman ona bənzəyəcək, heç nə olmayacaq. Allah qorusun. Ona görə buna çalışmalı və bundan qorxmalı. Niyə görə qorxmalı? Qeyd olunduğu kimi insan qorxduğu zaman çəkinir. Qorxduğundan uzaq olur. Və ona görə bir ilahi hədisdə də Allah Teala buyurur ki, "La ecma'u li'abdi amnayn və la xawfayn." Yəni mən bir qulum üçün iki əminliyi və iki qorxunu cəm etmərəm. Bir qulum üçün iki əminliyi, iki qorxunu cəm etmərəm. Fa in huwa aminani fi dunya. Əgər dünyada ikən məndən əmin olarsa, yəni arxayın olarsa, qorxmazsa, qullarımı cəm etdiyim gün onu qorxu içərisində, qiyamət günü qorxu içərisindədir. Yox, əgər dünyada ikən məndən qorxarsa, qullarımı cəm etdiyim gün, qiyamət günü onu əmin qorxusuz edərəm.
Yəni mümkün deyil insan burada da arxayın olsun, orada da arxayın olsun. Burada da qorxsun, orada da qorxsun. Əgər burada qorxursa, orada arxayın olacaq. Burada arxayın olursa, orada qorxu içərisində olacaq. Ona görə Həsən Basri Rahiməullahın yanına gəlirlər. Deyirlər ki, bəzən biz elə insanlarla yoldaşlıq edirik. Bəzən elə şeylər danışırlar, az qala qəlbimiz yerindən qorxsun, qorxudurlar bizi. Və Həsən Basri Rahimullah deyir ki, sizin elə insanlarla yoldaşlıq edib, sizi qorxudur. Qiyamət günü əmin olmağınız, rahatlığa çıxmağınız daha xeyirlidir. Nəinki o insanlarla ki, sizə dünyada arxayınçlıq verirlər. Sonra qiyamət günü, yəni qorxu içərisində olursunuz. Ona görə yəni bu məsələ olduqca mühümdür. Çünki insan qorxarsa, qorxduğu şeydən yəni uzaq gəzir və uzaq gəzdiyinə görə də o insan yəni salamat qalır. Ona görə yəni burada bu mənaları düşünərək addım atmaq, bu sözlərlə beyt dediyimiz zaman, sonra təkbirləri gətirdiyimiz zaman inşallah yəni minada da yəni müəssər olsa, müəyyən danışıqlar da olar. Hər dəfə əvvəlki gün haqqında da yenə danışırlar. Yəni bunlar qısaca yəni xatırlatmalardır ki, gərək insan yəni bu məsələlər düzgün şəkildə, xüsusən də Arafa günü əsasən dua günüdür. Dua günüdür və duanı da ədəblərini məsələn insan özü oxusun, yaxud dəstərə qulaq assın. Nə kimi ədəblər var və ayıq qəlblə dua etmək, duanın qəbul olmasına inanaraq dua etmək. Yəni bunlar, yəni bəzən məsələn insan yəni hər dua qəbul olmur. Bəzən insan dua edir təcrübədən keçirmək üçün, yoxlamaq üçün dua edir. Yoxlamaq üçün edilən dua qəbul olmur. Və yaxud insan dua edir, elə bir ki minnət qoyur. Yəni ehtiyacı olmayanın etdiyi dua kimi dua edir. Elə bir ehtiyacı yoxdur. Yəni elə bir ki Allah'a deyir ki, yəni sən deyibsən dua elə, ona görə mən belə bir ehtiyacım yoxdur. Elə dua olmur. Ona görə insan öz ehtiyacını izhar eləməlidir. Öz acizliyini, kasıblığını, nə qədər insanın yəni arzular var, istəklər var. Yəni bu acizliyi ortaya qoymaq. Ona görə məsələn insanın Allah qatında ucalması onun qulluğuna görə. İnsan qulluğunu nə qədər gerçəkləşdirib doğruldursa, bir o qədər ucalır. Və ona görə İbn Qayyim Rahimehullah deyir ki, insan qul olaraq, biz qulluq elə deyil mi? Qul olaraq, qul bədəndə olan hər bir zərdəci ilə Rəbbinə möhtacdır. Bax, insan bunu düşünməlidir. Yəni, bir arxayın gəzirik. Halbuki, məsələn, alimlər nə deyir? Qəlbdə bir maddə var. Bu bir balaca artarsa insan anında ölür. Bir balaca azalarsa anında ölür. Yəni, gör bədəndə nələr var? İnsan hər bir zərdəcik nə gözlə görsənmir. Hər bir zərdəci ilə insan Rəbbinə möhtacdır. Quldur. Və möhtacdırsa insan nə etməlidir? Yəni insan o möhtaclığını, qulluğunu, acizliyini, kasıblığını Rəbbinin qarşısında izhar edir. Və bunu da izhar edən, ortaya qoyan ən bariz əməl nədir? Duadır. Yalvarmasıdır. Ona görə Allah Teala istəyən qulunu, yalvaran qulunu sevir. Amma kim ki dua etmir, dua etməyən quluna Allahın qəzəbi tutur. Amma insan isə insanoğlu necədir? İnsanoğlu istəniləndə sevinəndən istəmir. İstəniləndə qəzəblənəndən istəyir. Öz kimi məxluqdan. İnsanoğlu elədir ki, kimdənsə istədiyin zaman xoşlamır. Hətta öz doğman olsa, öz qardaşın da olsa, bir dəfə istəyirsən ver, iki dəfə istəyir, üçündə bezdirdin. Amma Allah Teala sən nə qədər istəsən sevir. İstəməyəndə səni qəzəblənir. Ona görə şahid deyir ki, "Lə təsələnə bunəyyə Ədəmə həcətən fəsəlilləzi əbvabuhu lə tuqcabu." Sən insan oğlundan bir şey istəmə. Sən istədiyin zaman qapıları həmişə açıq olandan istə. Heç vaxt bağlanmır. Allahu yağdabu intarakta sualəhu. Allah Teala ondan istəməyi tərk etdiyin zaman qəzəblənir. Və bunəyyu Ədəmə idə yüsəlu yağdabu. Amma insanoğlu isə istəniləndə qəzəblənir. Ona görə insan yəni öz ehtiyacını məxluqa yox, Rəbbinə izhar eləməlidir. Ola bilər insanda müəyyən ehtiyaclar olur, amma insan səbr edir. O öz Rəbbinə ərz edir öz ehtiyacını və görürsən ki ona qapılar açılır.
Ona göre bir hadiste gelir ki insana bir ihtiyaç yüz verdiği zaman eğer insan öz ihtiyacını mehluka arz ederse onun ihtiyacı aradan kalkmaz. Ama Allah'a arz ederse Allah onun ihtiyacı aradan kalkar. Ve bazen insanlara arz eden insan belki de görürsen ki yine kınamak olarak yok. Bu hadislerin təsdiqi olarak belki de müşahede etmişsiniz. İnsan var bu haldan bu vəziyyətdən çıka bilmir. Belki de 20 ildir görürsen yine insanlara üstüdür. İnsanlara ağız açır. İnsanlara ağız açtığına göre o insanın vəziyyəti düzeldir. Ama kim ki o ihtiyaç zamanı səbr edir, dözür, ola bilər çətinlik olsun. Ama bu imtihan olarak insan Rəbbinə ərz edir öz ihtiyacını, o izzətli halda Allah Teala qapılar açır. Şafii Rahimullah deyir ki وَاِنْ بَدَتِ السَّمَاءُ بَعِيدَةً Göy ki verin sema ne kadar uzakta görünse de اِنَّ الَّذ۪ي فَوْقَ السَّمَاءِ قَرِيبُ Ama göğün üzerinde olan yakın. Sema ne kadar yukarıdadırsa, uzaktadırsa ama semanın üzerinde olan yakındır. فَرْفَعْ يَدَيْكَ اِلَى الْاِلَٰهِ مُنَاجِيَ Sen münacat, yani münacat o gizli danışık. O gizli danışıkla, duanla ellerini Rabbine taraf aç. İnnel curuha ma'ad duai tatibu. Hakikaten yaralar dualarla sağalır. Ona göre dua gibi bir şey yok. İnsanın Rabbine istemesi, Rabbine öz acizliğini izhar eləməsi. Allah Teala bunu sevir. Xüsusən də Arafa günü. Biz sələflərin Arafa günü o axır anda şiddətlənər ağlaması. Gün batan vaxtı, gün batana yaxın şiddətli şəkildə ağlayarlar. Və deyərlər ki, ya Rab, yəni mən buradan bağışlamadan ayırma. Buradan ona qədər dua edirlər. Amma o anda isə daha ağlayaraq, sızlayarak yəni dua edirlər. Ona görə yəni bu belə olarsa insan ilhahla, inanaraq və ayıq qəlblə yəni dua edərsə Allah Teala yəni duaları qəbul edir. Ona görə İbn Qayyim rahimehullah buyurur ki kılıç tek itiline göre kesmiş. Kılıç tek itiline göre kesmiş. Olabilir kılıç itil. Onu tutan bilek lazım. Kılıç ne kadar iki olsa da eğer bilek zayıfsa kesecek mi? Kesmeyecek. Ve kılıç da iki olmalı. Bilek de güçlü olmalı ve maniye olmamalı. Deməli kılıç itilir. Bilek güçlüdür. Vurduğun zaman karşına demir gelir. Kesmir. Kesmeyecek. Deməli bunların güçlü olmalıdır. Kılıç iti olmalıdır. Bilek güçlü olmalıdır ve mani olmamalıdır. Ve ona göre insan düzgün dualar etmelidir. Günah olmayan, asilik olmayan, qohumluq əlaqələrin kəsilməsi kimi dualar yok. Sünnete gelen dualar etmelidir ve bir de ayıq qəlblə etmelidir. Çünkü Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki İnna Allah la yaqbalu du'anen kalbin gafillah. Allah Teala ayık olmayan kalpten bir haber kalpten duanı kabul eder. Sen insan ellerini açıp ya Rab bana filan şey ver ama kalp ise dünyada dolaşır. Bir de dua kabul olur. İnsan diliyle dediğini kalbiyle anlayarak istemeli. Ve hemçinin maniyelerden nedir? Haramlar. Maniyeler günahlar. Ona göre məbrur həc haqqında gəlir ki, o həcdir ki, o həc əsnasında və ondan sonra yəni günah edilməyən bir həcdir. Ona göre insan diqqətli olmalıdır ki, bu hazırlıq əvvəlcədən və həmçinin həc əməlləri əsnasında da günahdan, artıq hərəkətlərdən, artıq danışıqlardan uzaq olmalıyıq ki, ona müvəffəq olmaq üçün. Ya, bəzi əyləşmələr var, insan eşidir ki, sen falan yer duanı qəbul olma yeridir. Yəni, heç bir hazırlıq olmadan, gəlib dua edir. Elə bir ki, dua qəbul olacaq. Olmur. Ona göre hazırlıq, önceden hazırlıq lazımdır. Mesela alimlərdə bir nə deyir? Deyir ki, cümə günü. Cümə günü duanın axır saati, günün axır saatinin dua qəbul olunan saat değil mi? Deyib, bu kimin mükafatıdır?
Bu o insanın mükafatıdır ki gün ərzini salavatla keçirir. Gün boyu salavat edib Peyğəmbər sallallahu aleyhi və səlləmə, demək, onun mükafatıdır ki, o vaxtı duası qəbul olur. Amma yoxsa insan cümə gününü belə boş-boş əməllərdə, günahda keçir, mən dua vaxtı dua edin. Ya olmur, yəni ona görə uyğun gəlmir. Və yaxud da görsən, insan keçirir əməlləri, sonra görür ki, ətrafda ağlayanlar var, gözünü sıxır, yaş çıxmır. Göz quruyub, göz donur. Niyə? Çünki hazırlıq əvvəldən olmur. Əvvəlcədən hazırlıq olmalıdır. Gözəl şəkildə addımlar, gözəl şəkildə əməllər, insan öz günahlarını, müqəssirliyini xatırlayaraq Rəbbinin qarşısında olan tövbə, istiğfar, yəni ibadətlər o vaxt çıxanda da onun mükafatı olaraq dua qəbul olur. Bəzən insan arafa günü heyvan kimi yeyib içir, sonra da uzanıb yatır. Nə? Hansı dua olsun? Bəzən elə bilər ki, həc bundan ibarət. Bəzən insanlar VIP-yə qaçır. VIP-yə qaçır, yaxşı olsun, komisyoner olsun. Amma halbuki həcdən gəlir, şuradan o bura, saçları dağınır, üstü tozlu hal. Deməli, burada həccin qabil olması, əməlin qabil olması insanın zəlil görkəmi, insan konkorda qaçmalı deyil. Əksinə bilmək, nə qədər belə çətinlik olursa, o qədər əməlin qabiliyyə yaxın. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-əcru alə qədri nasabiki və nəfəqətik. Yəni, əcr, mükafat sənin yorğunluğunun və xərcləməyinin miqdarına görə. Demək, savab sənin yorğunluğun. Deməli, insan bu yolda nə qədər yorğun. O demək deyil ki, yəni insan özünü məşəqqətə atmalıdır, çətinliyə atmalıdır. Amma istər-istəməz ibadət əsnasında çətinliklər olacaq. Demək, o çətinliklər nə qədər çox olursa, bir o qədər də savabın artmasına səbəb olur. Mükafat daha çox olur. Ona görə hədislərdə, bu dəlillərdə gələn mənaları düşünüb ona can atmaq. Xüsusən Arafa günü, əlhəmdə orada yerlər genişdir. Orada cəmaatın arasında yox, təkliyə çəkilmək. Təkliyə çəkilim. İnsan istərsən cəmaatın arasında dua edə bilmirsən. Təkliyə çəkilmək, müəyyən kölgəliyə, müəyyən ağaclar var. Ağaclar çəkilib, yəni hansı ki istəklərin var, sıxıntıların qalxmasını istəyirsən və yaxud da müsibətlərdən qorunmaq istəyirsən, onun üçün təkliyə çəkilərək dua elə. Və dua da elədir ki, o 5 dəqiqə, 10 dəqiqə açılmır. Bəzən görsən insan əllərini qaldır, görür ki, yox. Amma davamlı olmaq lazım. Bir 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə, yarım saat və sonra özün də görəcəksən ki, açıldı. Açılır və bilmirsən hardan gəlir. Hardan, necə? Deyirsən ki, mən bunlar bilmirdim axı. Mən bunlar bilmirdim. Deməli, gəlir. Ona görə insan tələsməməli və istəməli. İsrar et, hər hansı bir o fəzilətli duaları heç nə olmaz, israrla, davamlı et. Və xüsusən alimlər bu gün üçün nəyi buyururlar? Məsələn, müəyyən dualar var, xeyirləri əhatəli dualar buyururlar. Məsələn, onlardan biri Allahümme aslih li diniyəl-ləzi huvə ismatu əmr və aslih li dünyayəl-ləti fiyhə məaşi və aslih li ahirətiyəl-ləti iləyhə fiyhə məad və cəalil həyatı ziyadətən li fi kulli xeyr və cəalil mevtə rahətən li min kulli şər. Allahümme aslih li din. Biri deyirsən, Allah mənim dinimi səhmana sal. Dinimi islah elə, hansı ki mənim digər işlərimin qorunması dinimlədir. Əgər din düzəlsə, insan dünyası düzəlir. Sonra gəlir, mənim məişətimi, dünyamı islah elə, səhmana sal, hansı ki mənim məişətim orada yaşayışım. Və üçüncüsü ahirət. Mənə ahirətim səhmana. Əsas 3 şey istənir. Bu qısa duada insan dinini istəyir, dininin düzəlməsini, sonra dünyanın düzəlməsini, sonra ahirətin düzəlməsini. وَجْعَلِ الْمَوْتَ رَاحَةً مِنْ كُلِّ شَرٍ və ölümü mənim üçün hər bir şərdən rahatlığı və həyatı isə hər bir xeyrə vəsilə. Və həmçinin əhatəli dualardan biri də Allahümmə ə'inni alə zikrikə və şükrikə və hüsnü ibadət. Allahım mənə yardım et, səni zikr etməyə, sənə şükür etməyə və sənə gözəl ibadət etməyə. Və həmçinin Ya hayyu ya qayyum bi rahmetika estağif aslih li şani kullah və la tekilni ilə nəfsi tarfata ayn.
Ey hay qeydir olan, ey qayyum olan, hər şeyi idarə edən, sənin rəhmətinlə səndən yardım istəyirəm. Aslıq li şəni kullə, mənim bütün işlərimi səhmana sal. Ki verir, bütün işlərimi və onu deyəndə sonra fikrində tuta bilərsən. Hansı işlər istəyirsən? Hamısını əhatə edir. Və lə təkininlə nəfs tarfatayın və göz qırpımı qədər olsa belə məni nəfsimə burax. Bu üçüncü, dördüncü isə Rabbənə ətinə fid dünya həsənə və fil axirəti həsənə və qinə azəbənnar. Və burada da həmçinin Rabbənə ətinə fid dünya. Bizə dünyanın da yaxşısını ver, ahirətində yaxşısını ver və cəhənnəm əzabını qoru. Hansı ki Peyğəmbər sallallahu aleyhi ve sellem çox edərdi bunu və bir sahabənin yanına gəlir və sahabə xəstəlikdən cücəyə dönmüş, zəiflikdən. Zəiflikdən cücəyə dönmüş və sual verir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ona deyir, sən nəsə bir dua edirdin mi? Deyir ki, edirdim. Nə dua edirdin? Deyirdim, ya Rab, mənə ahirətdə nə əzab verəcəksənsə onu dünyada ver. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, Subhanallah la tudiqu. Subhanallah, buna sənin gücün çatmaz. Buna sənin gücün çatmaz deyir. Sən nə üçün demirsən? Rabbənə ətinə fid dünya həsənə və fil axirəti həsənə və qinə azəbənnar. Yəni ona görə insan həm dünyanın xeyirlərini istəməli Rəbbindən, həm axirətin. Əgər gəlsə müəyyən sıxıntılar, o da səbr eləməli. Çünki insana dünyada nə qədər ağır, nə qədər şiddətli bəla gələrsə, öləndən sonrakının yanında heç nədir. Ona görə heç vaxt insan ona gücü çata bilməz. Və ona görə hər bir xeyir istəməli. Dünyanın və ahirətin xeyri və digər dualar da var. Onlar da insan belə ki, oxusun, öyrənsin və belə də oxumaq olar. Əsas yenə qeyd elədiyim kimi, insan onun dili ilə dediyini qəlbi ilə anlayaraq etməsi və həmçinin niyyət olmalı ki, yəni yeni bir üzlə qayıtmaq, dəyişmək niyyəti ilə qayıtmaq, yəni qarşısına məqsəd qoymaq, mən dəyişəcəm. Yəni insan öz halından razı olmamalıdır. Yəni insan öz-özünə sual versə ki, yəni bu hal-hazırda ölüm gəlsə, bu halına razısam və razı deyilsə, insan dəyişməlidir. Demək, həcdə, yəni böyük bir fürsətli dəyişmək üçün Allah Teala hər birimizi xeyrə müvəffəq eləsin. Allah Teala məbrur həcc nəsib etsin. Eşli bir axşlar farlı olanlardan etsin. Allah razı olsun. Cəhəb Allah Peyğəmbər mübarək olar.